İsveçrənin Bürgenstock şəhərində keçirilən dörd tərəfli məsləhətləşmələrin yekununda İran və ABŞ arasında müzakirələrin davam etdirilməsi məqsədi ilə 4 işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Bu barədə İran Xarici İşlər Nazirliyinin müavini Kazem Qaribabadi Press TV telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə işçi qrupları tərəflər arasında əsas mübahisə mövzularının həlli və gələcək əməkdaşlıq mexanizmlərinin hazırlanması üçün fəaliyyət göstərəcək. Qaribabadi qeyd edib ki, qruplar sanksiyaların ləğvi, nüvə proqramının tənzimlənməsi, ölkənin bərpası və iqtisadi inkişafı, eləcə də monitorinq məsələləri üzrə işləyəcəklər. İran rəsmisi vurğulayıb ki, yaradılan mexanizmlər tərəflər arasında əldə olunmuş ilkin razılaşmaların həyata keçirilməsinə və danışıqlar prosesinin davamlılığının təmin edilməsinə xidmət edəcək. Qeyd edək ki, Bürgenstockda keçirilən danışıqlarda İran və ABŞ nümayəndələri ilə yanaşı vasitəçi qismində digər tərəflərin nümayəndələri də iştirak ediblər. Danışıqların əsas məqsədi bölgədə gərginliyin azaldılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi olub.